Mənə bu əl verir. Milli Ordunun heyətindən də qatılmışdı bizim, elə bir ki, gəlmişdi. Dedilər ki, meşənin içində nəsə adam var, buranı göstərir bizim üstümüzə. Dəyərli izləyicilər, hər birinizi xoş gördük. Ramal qardaş, çox sağ olun, təşəkkür edirəm ki, gəldiniz, sizi də xoş gördük. Zəhmət olmasa özünüzü təqdim edərsiniz, yavaş-yavaş sizin döyüş yolunuzu eşidək. İnşallah. Mən XTQ mənsubu Babaşov Ramal. Mən də öz növbəmdə Mirzə abidən qardaş sizə təşəkkürümü bildirirəm ki, bugün bizləri sağ çəkib işıqlandırırsınız, döyüşçü qardaşlarımızı çəkib işıqlandırırsınız. Mən xüsusi təyinatlı adımdan, öz adımdan sizə təşəkkürümü, minnətdarlığımı bildirirəm. Çox sağ olun. 2016-cı ildə əsgər getmişəm. 2017-ci ildə xüsusi təyinatlılar seçimi gələndə rəhmətli Kapitan Hüseynov Bülbü, onda bölük komandirimiz idi, Allah rəhmət eləsin. Mən belə deyək, uşaqlar arasında idman cəhətdən, biraz fiziki cəhətdən seçildiyim üçün, həm də biraz nizam-intisam üçün seçildiyim üçün mənə dedi, seçim gələndə əvvəllər biz belə deyək də xüsusi təyinatlı getməkdən qorxurlar əsgərlər, çətinlikdən qorxurlar. Məlumat var idi da? Məlumat az, belə də çox az var idi. Məsələn, o qədər gəlib çatırdı, adamda biraz qorxu hiss edirdi. 2017-ci ildə seçimə gələndə Kapitan Hüseynov məni çağırdı otağına, dedi, Babaşov, getmək istəyirsən? Dedim, bəli, cənab kapitan, getmək istəyirəm, mən özüm çox istəyirəm ora getmək. Dedi, getmək istəyirsənsə, get yazıl. Dedim, biraz belə qorxuram, çəkinəm. Dedi, get, inşallah keçəcəksən də. Elə oldu, 2017-ci ildə gəldim kursa, 2018-ci ildə aprel ayında kursu qutardıq. Təyinatlı qüvvələrə qəbul olduq və xidmətimiz o dövrdən başladı, ta ki, müharibə dövrünə yaralana qədər. Müharibədə də ilk günlərində 27 sentyabrda biz Kəlbəcər istiqamətindən döyüşə başladıq. Döyüşə başlayanda belə deyək də ən çətin bir məqam var idi bizdə. Dostlarımızı, qardaşlarımızı, döyüş yoldaşlarımızı itirmək qorxusu. Bizdə belə deyək, xüsusi təyinatlı qüvvələrdə mən deyərəm ki, başqa qorxu mən hiss eləmirdim. Təkcə mən yox, hamısı. Yəni bu günləri xidmətdə olan döyüşçü yoldaşlarımız var. Adı çəkilməsə də özləri qəhrəman olanlar var hal-hazırda. İnşallah müəyyən bir vaxt keçəndən sonra, xidmət ilini qutarandan sonra biz onları çox görəcəyik inşallah aramızda. Amma ki, bizdə ən böyük, mən deyərəm, mənim qorxum, belə deyək də, o döyüş yoldaşlarımızı, qardaşlarımızı itirmək idi. Müəyyən bir döyüşə girəndən sonra, şəhidlərimiz olandan sonra artıq bizim üçün, belə deyək də, o qorxunu da keçdik ki, yəni bizim üçün, belə deyək, ən böyük uğurumuz verilən tapşırığı yerinə yetirmək idi. Komandanımızın və Ali Baş Komandanımızın belə deyək, bizə olan güvənini tam yerinə yetirmək idi. Bizdə olan o güvəni tam bərpa eləmək idi. Yəni, şükürlər olsun ki, bugünkü gün biz o güvəni komandanımız və Ali Baş Komandanımız qarşısında tam yerinə yetirdik və bu günləri şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mən deyərəm ki, bizə nəsib olmadı şəhidlik, qazilik nəsib oldu. Ən böyük, mən deyərəm ki, uğurlarımız, ən böyük qəhrəmanlarımız şəhidlərimizdir və onların övladları və belə deyək, ailələridir. Biz Kəlbəcərdən 4 gün döyüşdükdən sonra Füzuli istiqamətində başladıq döyüşə, Lələtəpə istiqamətindən. Demək olar ki, günün günorta çağı idi. Biz döyüşə başlayanda orada üzbəyiş döyüşə girdik. Açıq döyüşə demək olar ki, maşından düşdük, birbaşa müəyyən bir yol gedəndən sonra birbaşa döyüşə girdik. Biz xüsusi təyinatlılar yetişdirdiyi əsgərlər var idi, müddətli əsgərlər. Biz orada əsgərlərə komanda verəndə ki, irəli gedəndə, üzbəyiş səngərdən səngərə atılanda, mən orada belə deyək də, o əsgərlərə verdiyimiz əməyi
verdiyimiz, belə deyək, o əsgərlərin çəkdiyi əziyyəti mən o döyüşə girəndə mən hiss elədim ki, bu bizim çəkdiyimiz əziyyətdir, əsgərlərin çəkdiyi əziyyətdir. Şükürlər olsun ki, bunlar da bizim əziyyətimizi yerdə qoymadılar. Və belə deyək, o düşmənin üstünə getməyi, o düşmənin demək olar ki, elə qorxuya salan ən böyük amillərdən biridir, elə o düşmənin üstünə getməkləri idi. Orada sizin fəaliyyətləriniz nə oldu? İndi həmin dediyiniz hadisədə və nələr baş verdi? Biraz ətraflı bizə danışırsınız. Bizim orada ən belə deyək, fəaliyyətimiz tank vurmaq idi. Raketimiz bizim Spike əlində tank əleyhinə raket idi. Ağır texnikalar gələrsə biz onları məhv etmək idi. Biz orada bir dənə tank məhv elədik həmən vaxt girdiyimiz mövqeydə. Artıq orada elə bil ki, bizim taborun, atıcılarımızın maniyəsinin qarşında olan maniyanı dəf elədik. Biz oradan getdik Cəbrayıl istiqamətində. Kapitan Məlikov Famil danışıb onu sizə. Bəlkə biz Cəbrayılda Vişqa deyilən ərazi var idi orada. Vişqanın ərazidən biz gecə hərəkətdə olduq. Hərəkətdə getdik. Bir dərə var idi. Dərənin içində biraz mövqeyləndik ki, biraz belə deyək də şəxsiyyət dayansın, biraz su içsin, biraz. Çünki demək olar ki, dayanmamışdı. Biz girdiyimiz vaxtdan döyüşə qədər döyüşmüşdük. Həm enerji itirmişdik, həm də ki, biraz. Birdən bizdə bir indi xidmətdə olan bir zabitimiz var. O dedi ki, nəsə səs gəlir bizim qolumuz. Hava dumanlı idi. Biraz səhər açılana yaxın idi. Havada biraz dumanlı idi. Həmən vaxtı Cəbrayıldə bilirsiniz də yağış yağmışdı. Möhkəm yağış yağmışdı. Bir gün o yağış bizi tutdu orada. Keçdi, biraz getdi, baxdı. Dedi ki, biz ermənilərin necə demək olar ki, belə deyək də, məcazi mənədir, ağzının içindəyik. Tez tabor komandirine məlumat verdilər. Məlumat verdi ki, demək olar ki, erməninin ağzının içindir. Tabor komandiri müşahidə apardı, mövqeyləndirdi, şəxsiyyəti yerbəyer elədi, dedi, gürürük də bura. Bizə dedi ki, Spike'ın rəhmətli Cavadlı Neymətlə mənə bizə dedi, sizin atışınızla elə bil ki, atəş başlayacaq da, girəcək posta. Biz mövqeyləndik, raketi qurduq. Ermənilər də tankın elə bil ətrafındadılar. Səhər çağıdır, gəzirlər. Tank da dayanıb da, aktiv tankdır. Sizdən də məlumatları yoxdur? Bizdən də qəti məlumatları yoxdur. Elə bil biraz ora meylidir, biz aşağı tərəflərində, o dərənin elə bil boğaz tərəfində, onlar yuxarıdadır. Biz də müşahidə aparırıq ki, gəzirlər. Mən raketi taxdım, rəhmətli Cavadlı Neymət dəstə komandirinin elə bil ki, belə deyək, əmrin gözləyirdi. 2 dənə tank var idi həmən vaxt orada. Elə bil ikisində biz vurmalıydıq. Çünki aktiv tanklar idi orada. Tank birinci tabor komandiri əmr verdi ki, vurun. Elə birinci tank demək olar ki, şəxsiyyət yanında gəzə-gəzə birinci tankı vurduq orada. Gətirdim üstündən biraz atış başladı, şəxsiyyət başladı şeylərə atış eləməyə, səngərlərə. Onlarda səngər var idi orada. İkinci tankı da, raketi də dəstə komanda əmr verir ki, ikinci tankı da vurun. İkinci tankı vurandan vurduq, ikinci tankı da vurduq orada. Bizdə raket, belə deyək də, 2 raketimiz var idi əlimizdə. Həmən vaxt bir raketi də istifadə eləmişdik. Bizim elə bil ki, fəaliyyətimiz dayandı, başladıq avtomatla atış eləməyə. Raketlər qutarandan sonra biz elə bil ki, təxmin eləyə bilmirdik ki, bu bizim elə bil ki, o dərənin sol tərəfində də böyük bir qüvvə var, içərdən kimlər var, nələr var. Biz orada Zeynəndə Kapitan Məlikov da yaralandı, ondan sonra uşaqlardan çox yaralandı, şəhid olan oldu. Biz orada bir dəstə komandiri bizdə o dərəcəyə qaldı ki, orada atışırdıq ki, hərbi dəstə komandirinə əlaqəyə çıxdı ki, bizim olduğumuz, biz çünki oradan çıxmaq istəmirdik də, götürmək istəyirdik oranı. Dedi ki, bizim olduğumuz yeri də arxadan artilleriyan vurun, biz qarışıq. Yəni, o bizim gözümüz qabağında olub. Dedi, yəni, mən də içində olmaq şərti ilə
buranı erməniyə vermək olmaz da, yəni düşmənə vermək olmaz. Mən qarışıq, vurun. Bax, hərbi hissə komanda əlaqəyə çıxdı ki, yəni siz də oradasınız da, dedi, bizim üçün fərqi yoxdur da, vurun. Hərbi hissə komandır orada qərar verdi ki, indi yəni, siz bizə lazımsınız, belənçinə biz oradan çıxma lazımdır. Hələ bizim döyüşlərimiz qabaqdadır, çünki orada təzə başlamışdıq demək olar ki, mən deyərəm ki, yəqin 6-7 gün idi müharibə başlamışdı. Hələ Çox dedi, təsirli bəli, orada, yəni o bizim üçün siz o adi bir şeydir, mən deyərəm. Dəstə komandır üçün də, bizim orada olan uşaqlarımız üçün də, mənim üçün də. Çünki bizim ən böyük, belə deyək, tapşırığımız verilən tapşırığı vaxtında yerinə yetirməkdir. Yerinə yetirməyəndən sonra da, yəni əlimizdə saxlamaqdır. Saxlaya bilməyəndən sonra fərqi yoxdur. Canımızdan belə keçməli olsa, o bizim üçün ən böyük, belə deyək də, şərəfdir ki, o yolda ölək. Hərbi hissə komandiri dedi, siz oradan çıxın arxaya. Elə bir başqa mövqe ilə. Biz orada arxaya çıxdıq. Həmən vaxtı. Və belə deyək, gəldik, arxadan təzədən bərpalandıq, silah-sursatımızı yerinə qoyduq, raketləri qoyduq yerinə, təzədən başladıq, belə deyək, Füzuli istiqamətində hərəkət eləməyə. Oradakı ermənilər nə oldu? Yəni o məsələnin axırı necə oldu? Oranı bizdən sonra mən elə bilir, bizim obisi taborlar götürdü. Səhv eləmirəmsə, orada uşaqlar Cəbrayıl Vişqa deyilən ərazi var idi, o Vişqanın yanında uşaqlar, ondan sonra bizim taborlar götürmüşdü oranı. Amma ora əslində ermənidə qalmadı, bizdən sonra onlar götürdü oranı. Biz oradan, belə deyək də, biz oradan çıxmalı olduq. Məcbur, bəli, geriyə çəkildik. Hərəkət elədik Füzuli istiqamətinə. Füzuli istiqamətindən, belə deyək, keçdik qabağa Hadrut tərəfə. Birinci, biz Hadrutun belə deyək, aşağı tərəfindən çıxıb yuxarıda mövqeyləndik. Yuxarıda şəxsiyyəti mövqeylənmişik, tapşırığımızı gözləyirik. Bir də gördük ki, aşağıdan bizim uşaqlar dedi, aşağıdan elə bil ki, yemək, zat gətirək Hadrutun içindən. Harasa bir 5-6 uşaq silahını götürdü, düşdülər aşağı, dəstə də yuxarıda idi. Bunların, belə deyək, xüsusi təyinatlıları idi. Uşaqlar gəldi bizə elə dedi də, yəni gəldilər xüsusi təyinatlı, bir də gördük atışma söylədi. Orada maşın gələ-gələ başladılar atışma getməyə. Az getdi, qısa getdi orada, bir dənə maşın var idi, 2 dənə maşın var idi, onu vurdular. Uşaqlar gəldilər ki, dillərə bir dənə, 2 dənə xüsusi təyinatlı maşını var idi, onu dağıtdıq orada. Çünki biz aşağı düşürdük ki, köməkdir də ehtiyac yoxdur, rabitə ilə əlaqəyə çıxdılar ki, ehtiyac yoxdur. Biz söylədik, çıxırıq yuxarı. Oradan hərəkət elədik Füzuli istiqamətində, biz düz topların üstünə çıxdıq. Bu ağır artilleriya qurğuları var, ermənilərin. Düz onların üstünə çıxdıq. Onların da xəbəri yoxdur biz oradan gəlmək. Bunlar da işlərini görürlər də, uzun mənzilli olduğuna atırlar da qabağa. Bunlar hiss eləmir axı Füzulinin belə deyək, arxasındıq biz Hadrutu olan tərəfindən. Gəlib üstünə çıxaq. Onlar da bir təxmini bir 30 nəfər şəxsiyyət, 35 nəfər, yəni bir tağım, tağımdan biraz çox da, belə deyək. Biz oradan yuxarıdan başladıq onları məhv eləməyə. Demək olar ki, oradan sağ qurtaran mən deyərəm, bəlkə heç kim olmadı. O proses hansı ki deyirsə, onları biz məhv elədik. Bəli, onu biraz daha belə geniş formatda danışsaq, necə məhv elədiniz, gəldiniz, yerləşdiniz, qoy biraz daha da... Bizdən hərəkət elədikcə, biz orada olan... Mən deyərəm ki, Mirzə abla, bizim üçün o döyüş var, döyüşdə ən çətin vəziyyət bizim döyüşçü qardaşlarımızı itirmək idi. Yoxsa biz xüsusi təyinatlı kursunu keçəndə hara gəldiyimizi, necə gəldiyimizi yaxşı bilirdik. Mən deyərəm ki, bəlkə bizim təlimlər olub ki, döyüşün yanında bəlkə də, yəni, belə deyək də, yüngül olub. Bizim ən böyük çətinliyimiz o döyüş yoldaşlarımızı, qardaşlarımızı itirmək olur. Ona görə bu günləri fikir verirsinizsə, xüsusi təyinatlılar danışanda belə biraz şeydən danışır da, belə sadə danışır. Çünki biz o şeyi görmüşük.
Bilirik hara getdiyimizi, nə üçün getdiyimizi, niyə getdiyimizi bilirik. Yəni bu günləri bizim o yenə deyirəm, təlimlərimiz olub ki, elə bir təlimlərdən keçmişik ki, bizim o döyüşlər bizə hasant gəlib. Yəni həqiqətən bu reallıqdır. Biz belə deyək, bu günləri fikir vermişsə, bizdə uşaqlar hamısı danışıb, sizin qonağınız olub, indi müəyyən bir vaxtla demək olar ki, bir 70% ehtiyatda olan hərbiçilər sizlə söhbət edib. Ancaq belə deyək, döyüş yoldaşlarından danışırlar, orada olan, belə deyək, indi xidmətdə olan qardaşlarından danışırlar. Adlarını çəkməsək də bu şeylər bizim bu nəyimizi göstərir, bu bizim birliyimizi göstərir. Biz necə birlik olmuşuq, necə bir-birimizə güvənmişik, biz necə kimə arxalanıb, kimə söykənib, belə deyək, düşmən arxasına keçmişik, düşməni məhv eləmişik. Bunlar hər bir şey şərtdir. Yəni, bugünkü gün bunlar bizə adi gəlsə də, amma bunu bir neçə ildən sonra deyəm, bir neçə yox, bir müddət keçəndən sonra vaxt olacaq ki, bizdən danışacaqlar, döyüşçü qardaşlarımızdan danışacaqlar. Yəni, indi çoxları bu şeyləri əsl Azərbaycanlılar dərk edir. Əsl, belə deyək, Azərbaycanlılar dərk edir ki, biz nələr eləmişik, nədə hansı yoldan keçmişik, hansı addımları atmışıq bugünkü gün. Bizdə, yenə deyirəm, ən çətin, belə deyək, çətin döyüşçü yoldaşlarımızı itirmək oldu. Biz oradan onları məhv eləyəndən sonra Füzulinin arxasında mövqeyləndik. Taborlar elə bil ki, açıldı, hər öz mövqeyinə açıldı. Biz orada oturduq müşahidədə. Ardasa 2 gün orada müşahidə apardıq Füzulinin içində. Orada Başdan Muradov da yaralandı, snayper başından vurmuşdu onu. Mən elə bil ki, Başdan Muradovun yanındaydım, mənə dedilər ki, raketi gətir yuxarı. Orada tank var, tank vurulacaq. Mən Başdan Muradovdan aralandım, raketi aparıram ki, Cavadlı Neymətin yanına. Elə bir raket var orada, birində mən ehtiyat aparıram ki, yəni bilmək olmur da, yəni əlavə tank da çıxa bilər. Dedilər, Başdan Muradov şəhid oldu. Həmən vaxt. Bizdə, yəni Başdan Muradovla biz zabit, bizim qrup komandirimiz idi, amma biz bir yoldaş olub həmişə bizə, qardaş olub, dost olub. Bizdə demək olar ki, hamı belə olub, biri-biri ilə, zabitlə, cizinlə. Düzdür, o aramızda, belə deyək, məsafəni saxlamışıq, zabit, əskər, gizir, münasibətini həmişə saxlamışıq, amma əslində biz hamımız bir-birimizdən qardaş olmuşuq, hər bir şeyimiz bir yerdə olub, yeməyimiz, suyumuz, belə deyək. Deyirlər, Başdan Muradov şəhid olub, mən istər-istəməz rabitədə deyildi. İstər-istəməz adama biraz çətin gəlirdi o şeylər. Mən yenə də raketi dilim çatdırım, tankı vursun da, Cavadlı Neymət. Sonra deyirlər, yox, yaralanıb, şəhid olmayıb, yaralıdır. Sonra biraz bizdə motivasiya yenə qalxdı. Orada Cavadlı Neymət, belə deyək, Füzulinin içində bir dənə tank var idi, tankı vurdu orada. Olardı məsafə 1-2 kilometr yarımcan. Orada məsafə onu vurdu. Füzuli də, bilirsiniz də, Füzulidən geri heç nə qalmamışdı. Xarabalıqlar qalmışdı. Füzulinin içində bir dənə köhnə hərbi hissə var idi. Biz orada 2 gün mövqelənsək, tabor komandiri bizə dedi ki, bizlə olan, Füzuli ilə bizim o yerləşdiyimiz mövqeyin arasında olardı bir kilometr, bəlkə də çox olardı. İndi təqribi deyirəm də, indi yəni məsafə az deyə bilərəm, çox deyə bilərəm. Dedilər, biz də 2 gündür mühasirədə saxlamışıq Füzulini. Bizdən yuxarıda da taborlar var, bizdən aşağıda da bizim də mövqeyimizdən. Tabor komandiri dedi ki, bir dənə qrup yaradın. Ermənilər orada ola, gedib bayraq asıb qayıdacaqsınız orada. Ermənilər görür ya, oradadırlar, atışma arada gəlir. Hələ intihası bizə hələ, belə deyək də, əmr verilməyib girin içəri. Hələ gözləyirik. Uşaqlardan dedi, kimlər gedə bilər? Əlbəttə ki, hamı dedi, mən gedirəm, o deyir, mən gedirəm, bu deyir. Yox, dedi, bir qrup komandiri, bir də ki, elə bil ki, 11 nəfər şəxsiyyətdə təqribi 12 nəfərə yaxında bir qrup. Dedi, gedin.
Təsəvvür eləyin ki, ermənilər orada ola-ola, orada uçuq bina var idi. Uçuq bina. Çox hündürdür idi, indi xarabalıqlarda qalmışdı da. O uçuq binaya bizim uşaqlar getdi, bayraq astı, qayıtdı, gəldi. Dəstə komanda, orada heç bir şey olmadı, uşaqları, yəni atışmazad olmadı. Dərəyisi getdilər, astılar, gəldilər. Dəstə komanda təzdən onları göndərdi ora. Dedi, düzgün asmayıbsınız, ermənilər yaxşı görmür oranı. Olar, o şeyi təsəvvür edirsiniz, bu nə deməkdir? Ermənilər orada ola-ola. Orada bir dənə hərbi hissəsi var idi. Onların içində bizim uşaqlar getdi ora, bayraq astı. Bilirsiniz, bu nə deməkdir? Biz yəni sizi heç kim hesab edirik. Bura bizim. Bura bizimdir. Siz müəyyən bir vaxt üçün işğal eləyə bilərsiniz, müəyyən bir vaxta qədər dağıda bilərsiniz, amma bura bizimdir. Təsəvvür eləyin. İkinci dəfə uşaqlar getdi, o bayrağı düzəltdi, gəldi. Təsəvvür eləyin bunu. Orada olan uşaqlar onu yaxşı bilir. Bizim, məsələn, taborda olan uşaqlar onu yaxşı bilir. Kimlər elədi, kimlər getdi. Onlar xidmətdədirlər. Bəli, çoxu xidmətdədir. Həmən uşaqların çoxu xidmətdədir. Getdilər həmən vaxt erməninin içində, ora bayraq asdılar, qayıtdılar, gəldilər binaya. Demək, həmən vaxtdan sonra biz tapşırıq gəldi. Bizim orada videolarımız da var. Dahası o, belə deyək də, o bəzi videolar çəkmişik. O 5 dəqiqə, 1 saat, 2 saat o fasilələr olanda biraz videolar, zatlar çəkmişik. İndi baxanlar da deyir, yəqin ki, müharibə yəqin elə bundan ibarətdir. O sakit vaxtı video çəkirsən, ha. Amma əslində, həqiqətən elə deyil. Başqa bir şeydir. Onu yaşayan bilər. Orada olan, xidmətdə olan adam, döyüşən adam bilə bilər. Yəni onu biz Füzulinin içinə girəndə Füzulinin içində tabor komandiri dedi ki, hərbi hissənin adam var. Burada hərbi hissənin adam var. Biz bunu almışıq mühasirəyə. Orada çox çolluq bir yerdir. Hərbi hissənin elə bir çol basıb, köhnə çollarda xarabalıq olduğuna. Başladı onlarla atışmağa, bunlar qışqırırlar içərdən. Dəstə komandiri rus dilində buna dedi ki, sən belə deyək də, təslim ol, sən heç nə eləməyəcək də, rus dilində danışın. Bunlar biraz dayandı içərdə, sakitləşdilər ki, yəni eləsinlər də, plan qururlar, əslində onlar bir şey eləmirlər. İçərdə indi plan qırırlar ki, qaçmağa da, bir yer tapsınlar, qaçmağa. Dəstə komandı qayıtdı, yenə bunlara dedi ki, təslim olun, biz sizə heç nə eləməyəcəyik də, təhvil verəcəyik arxaya, ondan sonra nə olar da. Qayıtdı, rus dilincə dedi, türklə bizə dost olmaz. Bizə dedi də, yəni orada rus dilində dəstə komandiri orada tərcümə elədi ki, bizə dedi, rusdan bizə, türkdən bizə dost olmaz. Dost olmaz, başladı atışmağa. Atışmağa arxadan bunlar oazı mindi. Oazı mindilər, qaçdılar. Oaz elə bir gəlir ki, Füzulinin içində bir dənə köhnə körpü var idi. Oradan, gəlib oradan keçirməyə. Biz qaçdıq arxadan, Oaz gördük, səsi gəlir bir. Başladı, elə bir moment oldu ki, ağır silahlarla sürətli gedirdi, atmaq olmadı. Başladıq avtomatla atdıq. Biraz Oaz maşın dayandı, təzədən hərəkət elədi. Çıxdılar oradan. İndi yəqin ki, hansınasa avtomat dəydi, güllə dəydi. Onlar çıxdılar. Başladılar, belə deyək, o tərəfdən sanitarka ilə bunlar qaçmağa. Elə bil Füzulinin, elə bil üzə çıxmışıq Füzulinin. Füzulini almışıq, çölündük biz, mövqeylənməyə. Başladılar sanitarkalarla, oazlarla maşına yığıb qaçmağa da. Həmən buradan çıxan, Füzulidən çıxanlar qaçıb orada sanitarkalara minirlər, qaçmağa. Rəhmətli Nimət gəldi, köhnə asfalt var idi orada. Dedi, elə bu asfaltın üstünə qoy, ayaqların qoydun spike'ın. Dedi, raketi taq. Raketi taqdıq, şəxsiyyət yığılır da, ermənilər yığılır hamısı içinə, indi qaçmağa da. Bizdə də məsafə o azdır da, təqrib elə gözlə görsəm məsafədədir, amma çox deyil. Nemət oturdu, raketi nizamladı, qapısını bağlayan moment təsəvvür edin, qapısından saldı sanitarkanın raketi.
birbaşa məsafə, nə qədər məsafə ola bilər ki, sanitar, köhnə sanitar, UAZ sanitarkalar var. Düz raketi saldı onun içindən. Təsəvvür edin, insan qalıqları, zatları var. Beləsinə şeylər səpələnir də. Dəstə komandır da arxadan təsəvvürlə sevindiyinə avtomat atır. Beləncə bir ikisində göyə atdı ki, gör bilsən o qisas hissi var idi da bizdə. Bizim İçimizdə yanan bir alov var idi. O alovu çıxardırdılar. Elə bil ki, onların parça-parça olmağı, onların ölməyi bizim içimizdən alovu çıxardırdı çölə. Elə həmən man dəstə komandır başladı beləncə. Uşaqlar arxadan başlayır da, eləyir da ki, qəddi qırılıb da. Yəni Füzulidən təsəvvürlə çıxartmışıq. Başladıq Füzulinin içində mövqe qurduq. Mövqeyləndik orada. Mövqeylənəndən sonra belə bil həmən axşamı, aldığımız axşamı biz biraz sakit keçdi orada. Bilmirik yoxsa sabah nə hadisə olacaq, nətər olacaq. Sabahsı təsəvvür edin, o bizim durduğumuz mövqeylər var. O qədər minamyot atdılar, o qədər minamyot atdılar. Təsəvvür edin, işıq dirəkləri var, işıq stulbaları, kənd yerlərində zətdə olur, stulbalar indi. Təsəvvürlə onları saldılar yerə. Bir neçəsi o qədər minamyot düşdü ki, bir neçəsinin dibinə. Onun məsafəsi nə qədərdir ki, mən 40 sant, 50 santda diametr. Onu saldı, o qədər minamyot atmışdılar ki, ora. Və minamyotla, belə deyək də, minamyotu atdılar. Onun üçün atdılar ki, bizim başımız qarışsın minamyota. Onlar bizə hücum eləsin də, xüsusi təyinatları hücum elədi həmən bu. Bizim üstümüzə ki, başımız qarşı olur minamyotla bir yerdə, bizdən Füzulini təzədən alsınlar da. Minamyot atdıqca bir dördük ki, bizim üstümüzə gəlirlər, xüsusi təyinatlar. Amma dəqiqliklə bilirdi ya, onlar xüsusi təyinatlıdır. Çünki geyimləri fərqli idi, hərəkətləri fərqli idi, belə deyək, manevrləri fərqli idi, gəlməkləri fərqli idi. Hiss edirsən də bu, yəni adi sıravi əskər deyil. Başladılar bizə hücum eləməyə. Biz də başladıq atışmağa. Orada uşaqlar atışmağa snayperlə, avtomatla. Gördülər ki, mümkündür də, yəni girə bilmirlər. Nə elədilər, girə bilmədilər. Başladılar ölülərin götürməyə, yaralıların götürməyə, arxaya çəkinməyə də. Bizim də demək olar ki, həmən vaxt sursat çox istifadə elədik. Sursatımız ağır silahlı OSV idi, SVD idi. Spike da ata bilmirik, yəni şəxsiyyətə görə tank hücum eləyə bilər, Spike onun üçün saxlamışdıq ki, amma lazım olar da, yəni bilinmir də döyüşdür, nə sürprizlər gözləyir bizi qabaqda, yəni hücuma keçə bilərlər hər an. OSV ilə SVD-də mərmi qutardı, başladıq avtomatla çatmır. Bunlar çıxdılar oradan, yaralıların götürdülər, ölülərin götürdülər, çıxdılar arxaya. Biz oranı demək olar ki, Füzulini bir 3 gün, 4 gün saxladıq əlimizdə. Axırda Milli Orduya təhvil vermişdik oranı. Ondan sonra hansı fəaliyyətlər oldu? Ondan sonra biz belə deyək, çıxdıq arxaya, təxliyə, komanda bərpa eləməkdir, özümüzü, silahımızı, sursatımızı. Ondan sonra təzədən bizim ən böyük, belə deyək, hədəfimiz Şuşaya çatmaq idi. Xüsusi təyinatlı qüvvələrin, belə deyək, Azərbaycan ordusunun ən böyük, belə deyək, tapşırığı Şuşaya çatmaq. Bilirdik ki, Şuşaya çatandan sonra Qarabağ demək olar ki, azaddır. Yəni, ən böyük əlverişli yerimiz bizim Şuşa idi. Şuşa istiqamətində hərəkət elədi. Yəni, Şuşa istiqamətində hərəkət eləyəndə bizim, mənim yanımda şəhid olun, Mədətov Royal, Allah onun ailəsinə səbir verilsin. Həqiqətən, belə deyək, canavar kimi oğul idi. Allah onun yaxınlarına səbir versin. Mədətov Royal bizim yanımızda şəhid oldu. Qabaqda həməşə çoxdan xidmət eləyən gizirlərimizdən idi. Qabaqda dazor gedirdi həməşə. Biz getdik, bir yerdə mövqeyləndik orada. Axşam çiskin elə-belə, belə deyək də, yağış demək olmaz. Axşam belə çiskinli hava var idi. Soyuğu idi, həm də ki, biraz hava boğunuq idi də, dumanlı idi. Həmən gecəni biz mövqeyləndik orada. Səhər hardasa belə olardı, 4-5,
gördük ki, bunlar da ermənilər də qorxularından başlayırdı atmağa. Harasa səhərə yaxın, gecə atış eləməyə. Başladılar səhərə yaxın qorxurdular, axı biz girərik ora, ya dağdarıq. Bizim də heç xəbərimiz yoxdur, qabağımızda post var. Tası biz gəlmişik də, biz mövqeylənmişik. Tası sakitçilikdir, axşam biraz mövqeylənək, ondan sonra hərəkətimizə davam edək. Səhər çağı səhərə yaxında 4-5 gördük, traser mərmilər atırlar, avtomatın o traserlərindən atırlar. Qorxudan eləyirlər, onların bizdən xəbəri yoxdur. Sadəcə atırlar ki, elə bilsinlər ki, bunlar da biz onlara ataq, bizim yerimizi bilsinlər ki, gəlməyimizi. Amma elə kör güllə atırlar, ha. Yəni nişan alıb atmırlar. Atışdan hiss olunur. Atışdan hiss eləyirsən ki, bunun atışı yəni hədəf atışı deyil, sadəcə belə qorxu üçün atılan atışdır ki, filan yerdə şey var da, burada post var. Rəhmətli Mədətov Royal orada söhbət elədi. O aprel döyüşlərində yaralanmışdı, səhv etmirəmsə, döyüşdə də olmuşdu. Sonra bizim yanımızda elə bil ki, şeydə də yaralanmışdı, qolundan qəlpə girmişdi. Gedib arxaya qəlpəni çıxartmışdı, qayıtmışdı, yenə qayıdıb təzədən gəlmişdi bizim yanımıza. Orada söhbət elədi, dedim mənə beləntinə. Mənim belə deyək də ilk müharibəmdir. Bunun üzrə demək olar ki, ikinci müharibə, təcrübəsi var, xidməti ili var. Söhbət eləyirdi bir-birimizdən beləntinə. Ayqa Qazaxlı idi. Birindən müharibədən çıxmışam, ikisindən çıxmışam. Üçüncüsündən də çıxacam inşallah. Bir dəfə elə bir yaralanıb qayıtmağın dedim. Mən dedim, inşallah indi. Bizə tapşırıq verdi, Mədətov Royalda qabaqda dazor gedirdi. Elə bir dəstənin qabağında dazor olur, ya qrupun qabağında dazor olur. İlk, belə deyək də, mərmi atılsa da, yəni xəbər olur da, ən azından qrup tam məhv edilmir, tabor tam məhv edilmir. Biraz bizdən qabaqda gedirdi o. Biz çıxdılar yuxarı, ermənilər başladı atmağa oradan, həmən yeri. Balaca bir təpə idi, qalxdıq oradan, atdılar. Atdılar, gördük uşaqlar düşən, atışdılar, bizdən uşaqlar atdılar, az idi orada. Yəqin 3-4 nəfər erməni var idi, çox yox idi orada. Onlar çünki elə bir vəziyyətə qalmışdılar ki, bir nəfərin, 5 nəfərin burada, 3 nəfərin burada, yalandan da şey eləsinlər ki, qabağa desinlər ki, filan yerdən belə deyək, biz gəlir. Mədətov Royal uzandı, biz elə bildik ki, mövqeyləndi də, yəni ki, güllə şey eləməz. Ara sakitləşdi, ara sakitləşəndən sonra uşaqlar Royal çağırır, Mədətov Royalı. Royal səs gəlmir. Bu qədər bu qalmaz axı yerdə. Biz uşaqlar getdilər, gördülər ki, kör, belə deyək, güllə burasından girib də şəhid oldu. Belə Mədətov Royal oldu, uzandığı yerdə şəhid oldu. Yəni, onun o vəziyyətdə mən şəhid olmağını istəməzdim, həqiqətən. Canavar kimi oğlu idi. Amma düşmənlə üz-üzə, qəhrəmancasın. O heç, yəni, o kör güllə ona atışmada atışdı. O kör güllə girdi, onu şəhid elədi. Biz onu təsəvvür eləyin, bizdə bir nəfər onda həmən döyüşdə, elə bil həmən vaxtı, bir nəfər Royal şəhid oldu da, biz onu bəlkə də bir 10 kilometrə qədər özümüzlə apardıq, o Royalı. Çünki orada qoya bilməzdik, bizdən irəliyə apardıq özümüzlə, uşaqlarla hər 4 nəfərdən bir dəyişirdi, 5 nəfərdən bir dəyişirdi. İndi hiss eləmişsiniz, eləməmişsiniz, bəlkə də insan, belə deyək, ruhu bədəndən çıxandan sonra biraz da ağırlaşır. Bir var şey olanda, biz onu harasa bir 10 kilometrə yaxın özümüzlə apardıq. Çünki orada qoya bilməzdik. Ola bilər də indi hansısa, haradasa erməni qalar, gələr, üzr istəyirəm, başının nəsə xoşa gəlməz hərəsə. Biz onu 10 kilometr bəlkə özümüzdən apardıq ki, əlaqə arxa bizdən təxliyə gələndə normal bir yerə qoyaq ki, təxliyə gəlsin, bizdən oradan götürsün də onu. Biz onu özümüzdən 10 kilometrə yaxın aparmışıq. Oradan belə deyək, irəlilədik qabağa, gəldik, Çanaqçı, Sığınaq kəndləri var idi. Ora çıxdıq. Orada 2
kəndin içində belə deyək, kəndə biz yuxarıdan atış elədik. Atış eləyəndə hamı belə deyək, açılıb ancaq atış eləyir də, içəridə görə indi kim var, nə yox. Başladılar oradan qışqırıq səsləri zadı gəlməyə. Bizim o vaxt bizim başımıza gətirilən hadisələr var idi. Bizim Xocalıda, ondan sonra hər belə deyək də Qarabağda bizim millətin başına nə oynatmışdılar onlar, nə eləmişdilər, nələrdən çıxmışdılar. Amma biz kişi kimi döyüşüb, kişi kimi qisas aldıq. Biz onlar kimi qadından, uşaqdan belə deyək qisas almadıq. Biz kişi kimi döyüşüb, kişi kimi qan aldıq. Mən indi də bu günləri başımızı belə deyək yastığa qoyanda da ən azından bilirik ki, bizim 92-də, 90-cı ildən bəri də olan qisasımızı almışıq. Bizə düşən payın ən belə deyək, özümüzə düşən payı yerinə yetirmişik. Amma biz yenə də deyirəm, döyüşəndə biz kişi kimi döyüşdük. Onlar kimi qadından, uşaqdan, həmən vaxt döyüşdə yenə o xislətlərindən əl çəkmirdilər. Bizim Gəncəni vurdular, ondan sonra neçə bir rayonlarımızı vurdular. Uşaq, yenə orada körpələr oldu, amma biz də vura bilərdik. Biz də onu eləyə bilərdik, amma biz onları eləmədik. Biz kişi kimi döyüşdük. Sanaqsız Sığınal kəndindən başladı səslər gəlməyə. Uşaqlar, bizdə onda sərhəd qoşunlarının bir qrupu 6-7 nəfəri bizə qoşulmuşlar, bizə elə bil ki, dəstək vermişlər. Onlar da həmən vaxtı bizlə idi. Snayperlə atırlar, uşaqlar avtomatla atırlar. Başladılar səs gəlməyə. Orada dedim, bu söz bu nə deməkdir? Bu səs var. O 92-ci ildə, 93-cü illərdə gələn səslər var. Bax, indi o səslərdir ki, bizim ürəyimizin qasına olan yarasına məlhəmdir. Bax, bu səslər. Biz onunla girdik, Sığınal kəndinə, Çanaqçı kəndini keçdik. Orada ermənilərini qoymuşlar. Mənim orada bir danışığım da var. Qoca erməni ilə 2 dənə ermənindən biri bir-birinə üzr istəyirəm, altlarına olar. Amma sizinkilər var ha, sizinkilər. Sizinkilər bizim qocaları tapsaydı belə eləməzdi. Oradan biz irəlilədik üzü Şuşa istiqamətinə. Şuşa istiqamətində belə deyək də Daşaltı tərəfdə mən yaralandım da. Tam demək, Daşaltı demək olmaz, amma o istiqamətdə 1553 ilində mən yaralandım. Orada demək, keçdik biz meşəni, Topxana meşəsinə tərəf. Düşdük meşəyə, meşənin içindən bizim qabağımızda ermənilər var idi. Özəsi komandir dedi ki, buradan gedməkdə, buradan geçsək açıq hədəf olarıq, açıqlıq idi. Çıxdıq, biz elə bil ki, qalxdıq, 1553 yüksəliyinə qalxmalı idik oradan. Balaca bir təpə var idi, oranı qalxdıq. Orada bir dənə erməni var idi, bir iki erməni, bilmirəm də, indi təqribi yəqin ki, o istiqamətdə qaçdılar, yoxsa necə. Bizim qabağımızda, bizdə raket ağır olduğuna, bir də ki, raketin qurğusu ağır olduğuna üçün, biz elə bil ki, biraz dəstənin orta hissəsində gedirdik, ya arxa hissəsində dağda da çıxdırım təpəliklərdir, çatdıra bilmirdik. Yük ağır idi. Bir var ki, avtomat, bir var, belə deyək, üstündəki mərmilər. Hə, üstümüzə təsəvvürlə məndə, bilmirəm, 9-dən 8-dən daraq var, elə avtomat darağı içi dolu, pastanı dolu. Onunla avtomatım, üstümdə raket, onun qurğusu, indi hərə paylanırdı da, qurğunu biri götürürdü, raketi biri götürürdü, ayaqlıqları biri götürürdü. Yəni, qalxdıq yuxarı, birazdan sonra başladı görülür, ermənilər aşağıdan seyirlər də biz tərəfə. Hücuma keçmək istəyirlər yuxarı. Uşaqlar snayperlə, ondan sonra OSP ilə, avtomatla vurdular. Biz gördük, dolu şəxsiyyət gəlir maşınla. Dəstə komandı dedi ki, o dolu maşını qoymayın şeyliyə, düşək içindən də, elə maşın qarşıq vurun. Nemət qurğunu qoydu, raketi taxdım, belə deyək də, hədəfə nişan aldı, atdı.
Yəni o Füzulidəki hadisə var idi. Yəni parçalanma. O parçalanma o həmin parçalanmada orada getdi. Həmin vəziyyət. Biraz onlar da seyrəndən sonra indi yaralılarını çıxartdılar, neynədilər, nağardılar. Məsafə çoxdur. İndi raketlə atandan atana görmək olurdu da. Biraz ara sakitləşdi orada. Ara sakitləşdi. İndi dedik ki, bəlkə biraz sakitləşdi. Uşaqlar bizdə orada ağır sinaperlə zadından uşaqlar baxırdı. Dedilər ki, meşənin içində nəsə adam var, buranı göstərir bizim üstümüzə. Amma mərmi çatacaq məsafədə deyil də. Nə OSV çatacaq məsafədədir, nə SVD-nin çatmaq. Yəni ən uzaq mənzilli bizdə OSV idi, atıcı silahlardan. Bir də SVD idi, indi avtomat da işte, avtomat. Bir də raket idi, raket də bir nəfərdən sarı atmaq olmaz, tank üçün. Dedi, buranı göstərir. Başlarlar, onunla bir üstündən olar bir 20 dəqiqə, yarım saat, bəlkə də belə vaxt keçəndən sonra başlarlar bizi vurmağa, həmən durduğumuz mövqeyi. Yəni, fasiləsiz vururlar, fosfor mərmilər təsəvvür elə. Orada elə bir vəziyyət yarandı, yaralı, şəhid. Bizim də elə bil ki, aşağımız uçurumdur, çox uçurumdur. Qabağımızda belə daş var. Hündürlüyü olar bir 70 sant, 80 sant daşlıqdır beləncə. Biz də orada mövqeylənmişik. Yəni bizim ağlımıza gəlməz ki, yəni ora mərmi düşə də, təsəvvür eləməz ki, ora minamyot düşə ora. Bizə elə bir ki, adi haldır da bizdə. Oturmuşuq orada. Yəni bizim üstümüzə gələn düşmən olmadığına görə rahatıq da biz orada. Biz əsas mövqeyimizi qurmuşuq. Tapşırığımızı gözləyirik ki, müəyyən bir hansısa tapşırığa gedək də. Orada bizdə xüsusi Milli Ordunun heyətindən də qatılmışdı, bizim elə bir ki, gəlmişdi. O da necə, yəni dəstək üçün gəlmişdilər də. Artıq biz Şuşaya yaxınlaşırıq da, Daşaltı Şuşa istiqamətində. Bura ağır, həm də ki, gələ-gələ yaralılarımız, şəhidlərimiz çox olduğuna görə biz şəxsiyyət azalmışıq. Orada indi münasibətim var o uşaqla, Milli Ordunundur, ehtiyatdadır indi. Bizdə uşaq var, onun qoluna qəlpə dəydi. Elə atılan qəlpədən biri girdi onun qoluna. Bu da indi baxır, görürlər ki, bu çıxartdı qolun bağladı, özünə iynəni vurdu, açdı, çıxartdı, iynəni vurdu qolunu seynədə. Bunlar da baxır ki, bu nağarır, bu neyinir, bu nə vəziyyətdir. Həmən uşaq xidmətdədir hal-hazırda. Allah canı sağlasın, canavar kimi oğullardan biridir. Bunlar da baxır ki, bu nağardır, bu qolun bağladı, öz qoluna iynəni vurdu. Bizə dedi ki, məsələn, gəldi bizi o tərəfdən, sən bura girmə, bura mı? Biz baxır, indi öz mənədə söhbət edir. Deyir, bu nağarır, bu neyinir? Elə bir biz yaralanmışıq, bu şeydədir. Deyirəm, bizim uşaqlar üçün bu adi bir şeydir də. Yəni bizdə qol qopmayana qədər, qıç qopmayana qədər, bədəndən can çıxmayana qədər bizdə belə dəlindən gələn hər şeyi eləyirsən. Biz elə bil ki, həmən vaxtı bizə inanmazdıq ki, həmən biz oturduğumuz mövqeyə minamyot düşədə. Məndən əlavə uşaq var idi, Əhmədov Alim. Məndən o tərəfə belə deyək, bir nəfər vardı, sonra Cavadlı Neymət idi. Bilənsə uzanmışıq bu istiqamətdə. Biz onu da bir də gördük ki, minamyot düşdü orada. Minamyot düşdü. Arxa hissədən mən elə bir ki, istilik gəldi. Mən deyim, bəlkə mən bir-iki dəfə vanna tutub, yəni döyüşdə də, minamyotun vannası. Dedim, mən yəqin ki, yenə vannası tutdu. Hiss eləməz. Gördüm, həmən vaxt Əhmədov Alimin alnından girmişdi buradan, qəlpə, ayağından girmişdi. Neymət də, rəhmətli Neymət də o tərəfdə gördüm, qanın içindədir. Qanın içindədir. Mən deyərəm ki, mən üçün döyüşün ən ağır, belə deyək, vəziyyəti mən üçün o idi. Bu mənzərəni görmək. Yəni, biz
o uşaqlarla pastəni bir otaqda 2 il, 3 il bir yerdə qalmışıq. Belə də bir-birimizin ağzından qurtum-qurtum su içmişik, bir-birimizlə necə deyim, yəni dostluq, qardaşlıq, ailə, hər bir şey insan üçün mən deyərəm ki, orada olduğun insandır. Biz ailəmizdən uzaqıq, amma bir yerdəyik, hamımız bir ailəyik də. Mən deyərdim ki, ən çətin mən üçün vəziyyət o uşaqları orada görmək oldu. Çünki orada o vəziyyətdə gördüm, öz yaralarımı təsəvvür edin, mən bilmirdim də mən nə dərəcədə yaralanmışam, nə vəziyyətdə yaralanmışam. O uşaqları elə bir vəziyyətdə gördüm, elə bildim ki, mən üçün hər şey dayandı da bir nöqtədən sonra. Neymət orada qəlpə tutub, Əhmədov alim qanın içində başı, qolu, orada Kazım Turqay var idi, onun qolu təsəvvürlə sınıb buradan, sallanır, qəlpə tutub da. Həmən vaxt mən dəstənin həkiminə sarı qalxdım. Dedi, nə oldu? Dedi, mən heç nə, uşaqlar qırıldı da orada. Dedi, sənə nə oldu? Dedi, mən heç nə. Dedi, bəs, dedi, mən heç nə, uşaqlar qırıldı. Mən belə deyək də, orada vəziyyətdə biraz şeyə düşdüm də, elə bil. Mən həmən vaxt gördüm, bədənimdə nəsə istilik gedir arxadan. Arxa istilik gedir, başım gicəlləndi. Başım gicəlləndi, dizlərimi qoydum yerə. Taborun həkimi var idi, həkimi gəldi, baxdı, dedi, mən heç nə, dedi, sən xəbərin var, nə vəziyyətdəsin. Mənə qəlpələr tutmuşdu, ondan sonra bizi təxliyə elədilər. Təsəvvür edin, bizim döyüş geyimimiz var. Mən o döyüş geyimini həkimlər Füzulidə mənə gəlib əynimdən döyüş formanı çıxartmağa ki, kəsib çıxartmaq, mən qoymuram, deyirəm, çıxartma onda. Kəsim nə üçün çıxardırlar? Yaralar əzilməsində bədəndən bir var ki, çıxardasam, bir var ki, belə deyək də, kəsib çıxardanda yaralar, məndə də arxada yara çox idi də, qəlpə, 8 dənə qəlpə tutmuşdu mənə. Mən də həkimlər gördüm, kəsməsini nə varsın, dedi, kəsib çıxart. Dedim, kəsib çıxartma da mənim formam. Bizdə döyüş forması idi, 200-lü döyüş forması var. Dedim, mən onunla dala qaydacam da. Deyir, hara qaydacaqsın, sənin özündən xəbərin var. Deyir, amma sənin nə işin var, mənim formamı kəsmə də, çıxartma. Yaralarıma baxmaq üçün. Dedim, belə çıxar. Görürlər, mümkün deyil də, mən dirəşmişəm ki, yəni formamı çıxartmam da, o forma ilə də mən qaydacam da. 210 dizliklərində şeylər var, kalçuklar, zadlar var, qollarında kalçuk var. Həm də ki, belə deyək də, indi mən gedib xəstəxanadan sonra onu hardan tapacam, nətər qaydacam dala. Mən o dərd götürüb ki, o formanı verməsinlər də, elə qanlı. Deyir, o çox məsələn, qanını çıxardaq şeylər. Deyirəm, heç nə eləməm də, qoyun yanıma mən. Mən yaralansam da, indi qaydacam. Həkim deyir, sənin xəbərin var özündən. Deyir, amma qaydacam da, sənin nə işin var, sən mənim formama dəymə. Sonra gətirdilər Füzuli hospitalına. Mənə dedilər ki, sən ürəyə qəlpə gedib. İndi bilmirəm də, tibb elmində onu necə deyirlər, necə izah edirlər. Mən ora qədər də yenə mənə çatmır ki, mənim fikrim oradakı uşaqların yanındadır. Yəni, bütün hər şey oradadır. Beyin oradadır. Mənə deyirlər ki, filan yerində qəlpə var, mənə çatmır. Deyirəm ki, hə. Deyirlər, böyrənin üstünə qəlpə gedib, deyirəm, adi bir şey gəlir. Orada məni gətirdilər xəstəxanaya. Xəstəxanaya gətirəndən sonra uşaqlar əlaqə zəng elədi. Bilməm, 2 gün idi, 3 gün mən ağır əməliyyat keçirdim, açıq ürək əməliyyatı keçirdim. O, həmən vaxtdan sonra bir müddət, elə bil ki, bir gün komada qaldım, belə olar da vaxt o tərəfə biraz vaxt uzandı. Sonra mən uşaqlarla indi çıxmışam ki, əlaqəyə, kim var, kim yoxdur. Gördüm, mən uşaq var idi, xidmətdədir həmən uşaq. Dedi ki, Zeynallı Aqil şəhid olub. Orada elə birinci mərmi düşmüşdü Zeynallı Aqilin yanına. Sanaperisi idi, o da Sabirabaddan idi, canavar kimi oğullardan biri idi. Həqiqətən, nə bilim. Orada o zavallı Neymət, o da elə siz orada olanda bildiniz, gördünüz, şəhid oldu. Yox, orada olmadı, o qan itkisi getmişdi, onu təxliyəyə çıxardana qədər. Amma orada sağ idi. Hə, orada sağ idi, çünki onun yaraları daha dərində idi. Məsafə çox idi, danışa bildiniz, əlaqə
Yox, məsafə az idi, danışırdıq bir-birimizdən. Yaralı idim, mən də yaralı idim, o da yaralı idi, Kazım Turqaydı. Amma Zeynallı Aqil, Allah ailəsinə səbir versin, Zeynallı Aqil ilə yerində şəhid oldu. Çünki birinci minamyotun elə bil ən yaxınına düşəni o oldu, birinci. Bizə elə bil ki, qəlpələri tutdu həmən vaxt. Rəhmətli Neməti də çıxardanda qan itkisindən, qanın ucu saxlaya bilmirlər, qəlpə yaraları çox idi onda. Sizlə bir yerdə çıxartdılar onları? Məni çıxartdılar, dalımca onu çıxartmışdılar. Elə bil ki, gətirirdilər, bizi balaca maşınlar yoxdur, balaca kvadrat sıxırlar, zatlar var, o maşınlar var idi bizi təxliyə çıxartmaq üçün. Elə bil hansı yaralı gəlirdi, qoyurdular, çıxardırdılar. Həmən vaxt mən də yəni özümdə olmamışam. Çox belə deyək, acınacaqlı vəziyyətdə idim mənim yaralanmağım. Həmən vaxt xəstəxanada bildim ki, rəhmətli Nemət şəhid oldu. Evin tək oğlu idi. Yəni yaxın ailə hamısı bizim üçün, şəhidlərimiz hamısı bizim üçün əzizdir, yaxındır, doğmadır, qardaşımızdır. Bu günləri valla mən şəhid evlərinə gedəndə elə bilirəm ki, həmən vəziyyəti təzədən yaşayıram. Yəni ki, nətər deyim sizə, həmən o 5 il bundan qabaq olan, 5-ci ilə keçib də müharibənin, 5 il bundan qabaq olan bir şeyi təzədən yaşayıram. Məsələn, şəhid övladlarını görürəm, öz övladımı belə deyək də, əzizləməyə ki, məndə yaranır ki, o atasızdır, atası şəhid olub, mən onların yanında istəmirəm də övladımı əzizləyəm. Yəni, bugünkü gün bəzən o şəhid evlərinə gedənlər, onu daha yaxşı döyüşçülər bilər, yəni o anı yaşayanlar bilər. Bir də indi ailələr də deyərəm, bəlkə ailə də başqa tərəfdən yaralıdır, biz başqa bir tərəfdən yaralıyıq. Yəni, onların da yarası başqadır, bizim də yaramız başqadır. Biz onların evinə gedəndə ən azından 5 il bundan qabaq olan bir şey elə bil təzədən yaşayırıq. Təzədən, necə deyim, o yaralarımız qasnaq bağlıdır. Amma çox şükür Allaha ki, indi biz də yəqin ki, heç kim daimi deyil bu həyatda. Vaxt olacaq ki, şəhidlərimizdən, qazilərimizdən danışanda ən böyük belə tarixdə iz qoyan döyüşlərdən biri oldu, Qarabağ döyüşləri. Yəni, bunun üçün ən azından gənc nəsilə, bizdən öncəyin nəsilə nəsə belə deyək, əmanət bir şey qoyduq da, ən azından bizim ən böyük təsəllimiz odur. İtirilən torpaqlarımızı, itirilən qürurumuzu, itirilən şərəfimizi, hər şeyimizi belə deyək, o Qarabağ döyüş, 44 gün müharibə var idi. Elə bil ki, 44 gün içində hər bir şeyi biz geri qaytardıq. İtirilən şərəfimizi, itirilən qeyrətimizi, itirilən namusumuzu. Ona qədər mən deyərəm ki, bəlkə hər şey bizdə yarımçıq idi, Azərbaycanda. Bəlkə özünüz də hiss edibsiniz, dərsliklərdə olsun, ondan sonra. Hələ biz, belə deyək, o anı mən 92-ci ildə, bəlkə mən doğulmamışdım, bəlkə yox, doğulmamışdım, mən 97-ci ilə. 92-ci ildə mən doğulmamışdım, heç o anı bəlkə görənlər bilər. Amma mən, belə deyək, çəkilən kadrlardan, oxulan dərsliklərdən oxuyub bu yerə gəlib çıxmışıq. Amma bu günləri elə bir nəsil var, bunların hamısını gördü, bir-birinə ötürəcəklər ki, bizim ən azından biz nələr eləmişik, nələrə qadirik. Bir 44 günlük müharibə bizim, belə deyək, Azərbaycanın təkcə 20% torpağın yox. Mən deyərəm, 20% itirilən şərəfin, qeyrətin, namusun bərpa elədi. Bu, bugün Qarabağ torpağı təkcə Qarabağlılar üçün deyil, hamımız üçün bir qeyrətlərimizdir. Çünki bizim o vaxtı fərqi yoxdur, ana bacılarımız, qardaşlarımız, ondan sonra qocalarımız, yaşlılarımız, hamısı belə deyək, orada çox, necə deyim, acınacaqlı bir vəziyyətdə can verib.
Allah hamısının ailəsinə səbir versin, qalanlarına can sağlığı versin. Biz belə deyək, xüsusi təyinatlı qüvvələr olaraq təkcə öz adımdan demirəm, bunu döyüşçü yoldaşlarımın adından deyirəm, xidmətdə olan yoldaşlarımızın adından deyirəm. Çünki bu günləri bizim ən böyük, belə deyək, fərqi yoxdur. Bu günlər biz qazi olmuşuq, bunlar veteran olub. Onların adından deyə bilərəm ki, çox böyük bir qürur hissi ilə deyə bilərəm ki, biz Azərbaycanın itirilən şərəfin, qeyrətin geri qaytardıq. Çox sağ olun, təşəkkür edirəm. Həqiqətən də o qədər belə ürəklə, gözəl şəkildə danışdınız. Həm belə ümumi olaraq, həm də döyüş yolunuzdan, qəhrəmanlığınızdan təşəkkür edirəm. Gəldiniz, düzdür, istəmirsiniz sizlər ki, danışasınız və s. Amma belə bir şey var ki, xalq öz qəhrəmanını tanımalıdır. Sizin də dediyiniz kimi, yəni bunlar danışılmalıdır ki, bilinsin ki, hansı proseslər olub, nə çətinliklər olub, necə qəhrəmanlıqlar olub. Adicə sizin qrupunuzda olan Cavadlı Nemət, yəni siz birlikdə, qrup şəklində, indi bilmirəm, o sizin qrupun komandiri, Bəli, qrup bizim qrupun komandiri, onun görün nə qədər şücaətindən danışdınız, onun qəhrəmanlığından elə neçə erməni dolu maşını partlatmağı, məhv eləməyi, təkcə o yox, yəni onun qarşısını alıb ki, bizim digər əskərlərimiz şəhid olmasın. Yəni bunlar özü böyük qəhrəmanlıqdır. Bir daha təşəkkür edirəm sizə. Yəni həqiqətən düzdür, yaşınız o qədər də çox deyil, 97-ci il, amma yəni çox böyük qəhrəmanlıqlar, çox böyük yol keçmisiniz. Mən də Mirzavidən qardaş öz timsalımda və xüsusi təyinatlı qüvvələr adından əvvəl təşəkkür eləmişdim. Bir daha təşəkkür edirəm ki, bizim belə deyək, qıraqda qalan, uzaqlaşan, bu şeylərdən uzaqlaşan, çəkili bir qıraqda duran qardaşlarımız var. Onları çəkib, belə deyək, işıqlandırıb göstərirsiniz. Allah sizdən də razı olsun. Demək olar ki, siz də bizim bir parçamız olmuşsunuz. Mən sizi izləyirəm, əvvəldən də bizim köhnə döyüşçülərimizdir, xidmətdə çox olan, ən çox çəkilən xidməti olan qardaşlarımız əvvəldən başladı onlar danışmağa. Biz də indi onların müəyyən, onlar qədər də olmasa müəyyən bir döyüş yolumuzdan, belə deyək, qardaşlarımızın böyük, şəhidlərimizin böyük bir döyüş yolundan az da olsa biz də belə deyən gənc nəsilə çatdırmağı çalışdıq. Sizdən də çox sağ ol deyirəm. Sağ olun. Təşəkkürlər. Sağ olun.